Salam uşaqlar, 137-ci səhifədəki misallardan və məsələlərdən sizə kömək eləyəcəyəm bu günləri. Davam eləyək, dəftərimizlə görək, orada nə deyilir? 137-ci səhifədə misal 12 ilə başlayır. Artan sıra ilə düzün. Artan sıra ilə düzməmişdən əvvəl faizə çevirəcəyəm. Burada 2 dənə faiz var. Bunları da faizə çevirmək asan da olacaq bizə uşaqlar. Deməli, 50% elə 50%dir. Yazıram burada. 50%. Onda 4. Onda 4'ü mən faizlə yazsam, bax burada 100'ə çevirməliyəm bunun məxrəcini. Bax burada qaralamada yazıram. Onda 4 bərabərdir. Məxrəci 100 eləmək üçün 10'a vururam, surəti də vururam. 10'a vuranda olacaq %40. %40, 40% deməkdir. Yazıram bura 40%. %40, 40%dir. Gerek onda 4 yazardım. 61%. %42, 42%dir. 42%dir. Bu da %10'a vursaq, surəti də 10'a vurarıq. %70, 70%dir. İndi baxırıq. Artan sıra ilə düzürüksə, ən kiçik hansıdır burada faizə baxanda? 40% ən kiçikdir. 40%-i göstərən ədəd bax budur. 0,4. İkinci 42'dir. 0,42. Üçüncü 42'dən böyük nə var? 50. Elə 50%dir. Faizlə verilib. Sonra 50'dən böyük 61. 61 özü də faizlə verilib. Elə olduğu kimi yazıram. 70% isə onda 7'dir. Onda 7. Artan sıra ilə yazdıq. Azalan sıra ilə. Yenə burada ikisi faizlə verilib. Bu %82, 82%dir. Bu isə 20'yə vursuq 20% eləyəcək. 5'ə vursuq 15%. Yenə də faizin altında yazıram. 81%. Bu %82, 82%dir. 5'i 100'ə çevirmək üçün məxrəci 20'yə vururam. Surətdə 20'yə. %20 olacaq. Bu da eləyər 20%. Bunu 5'ə vururam 100 eləmək üçün. %15. 15%. 75% də elə 75% ilə verilib. Azalan sıra ilə ən böyük faizimiz 82%dir. Yəni ən böyük ədədimiz 0,82. Sonra 82'dən kiçik 81%. Bu elə faizlə verilib yazmışam. Sonra faizdən hansı kiçikdir? 75%. Bu da faizlə verilmişdi bizə. Ona görə faizlə yazdım. Sonra gəlir 20%'in yerinə yazıram 5'də 1. 15%'in yerinə yazıram 20'də 3. Ən kiçik də budur. Deməli, bunların arasında istəyirəm ki, bir qırmızı ilə bir xətt çəkəm ki, qarışdırmayasınız. Bu bizim kitabda verilənlər. Bu çəkmədi. Başqa bir qırmızıdan istifadə edeyim. Bu bizim kitabda verilib. Bax bunlar. Bu ortada faizə çevirdim hamısını. Bu da bizim tapdığımız cavabdır. Azalan sıra ilə burada düzülüb ancaq. Bu da həmin qaydada. Bu verilənlər. Bu hamısını faizə çevirdim ki, sıra ilə düzmək asan olsun. Üstündən xətt çəkməmişəm bunun. Altından xətt çəkmişəm. Sonra burada isə bizdən tələb olunan budur. Artan sıra ilə yazın. Bu da 3-cü. Misal 13'də nə deyilir? Hələ 137-ci səhifədədir bu da. Hesablayın. Birinci mötərizəni hesablayırıq. 3,2
2'də 1, üstəgəl 1,3. Davam eləyirəm, yazıram. Bunları məxrəclərini 6-ya gətirsəm, ikisini də 3 tam 2'ye vuracağım bu. 3'e vuracağım. 6'da 3. Üstəgəl 1 tam 2'ye vuracağım. 6'da 4. Bərabərdir. 4 tam 6'da 7. 6'da 7. Bu da bərabərdir. 5 tam 6'da 1. 6'da 1. 5 tam 6'da 1'i 0 tam 10'da 5'e vuracağım. 2 tam 2'de 1. Sonra burada 1 de var. 2'de 1 vurulsun 4 tam 2'de 1 0 tam 10'da 5'i yerine 2'de 1 yazmışam. 4 tam 6'da 7. Belə. İndi yazıram 2'de 1. Bax 2'de 1 bunu 0 tam 10'da 5'i yerine. 4 tam 6'da 7 vurulub. Bu da eləyəcək. 2'de 1 vurulsun. 6'da 31'dir. Bax bunu çevirsək bərabərdir olacaq. 12'de 31. Buradan da deməli çıxır 2 tam 24 götürsək 31'dən 30'dan 24 7 eləyəcək. 12'de 7. Sonra 2 tam 12'de 7. 2 tam 12'de 7 deyirəm, amma bura 5 yazıram. 2 tam 12'de 7'ni bölürəm. 1 tam 9'da 1'e. Gəlmişəm bura qədər. 31 ilə 10, 12 ilə 9, 9 ilə 12 ixtisar gedir 3'e. Burada qalır 4, burada qalır 3. Bu da bərabərdir. 93 bölünsün 40'a. Bölünsün 40'a. Bu da bərabər eləyər. 93'ün 2 tam 40'dan 13. 2 tam 40'da 13. Biz belki de çevirmək lazım değildi. Sonraki əməlimiz nədir? 32 çıxılsın. Bu mötərizənin cavabı. Yəni 2 tam 40'da 13. 2 tam %32'dir bu. Onluq kəsirə çevirəndə bunu. 40'da 13'ü deməli. Onluq kəsirə çevirəndə 2 tam %32. 32 çıxılsın. Bu mötərizənin cavabı. Çıxaq görək nə alırıq? Deməli, burada 0, 0, 10'dan 2, 8, 6, 11'dən 2, 9, 29 tam %68 aldım burada mən. Sonra nə edirik? Bu mötərizənin cavabını aldıq. Mötərizə ilə bu tərəfin cavabı. 1 tam 10'da 2'ni vururam 10'a. Belə yazmışam burada. 1 tam 10'da 2'ni 10'a vurmağı uşaqlar belə də əslində belə yaxşıdır. 1 tam 10'da 2 vurulsun 10 bərabərdir 12'ye. Virgül 1 sıfırın sayı qədər sağa gedir. Sonra bu nəticədən deməli axırda nə alırıq? 29 tam %68 29 tam %68 çıxılsın 12 8 6 7 17 tam %68 bu ifadənin cavabıdır ki, bu qədər də altta misalları var uşaqlar bunların. Təkrar göstərirəm bu səhifəni. Beyninci nə deyilir? Beynincidə nə edirik? Bunun üstünə bunu gəlib. Bax burada gəlirəm. Yazmışam. 0, 1 yadda 3, 3 tam 10'da 3 və yaxud da %30. 15'i də vururam 0 tam 10'da 4'e. 4'ü 5'e 22 yadda 6. Virgüldən sonra bir dənə var. Ayırıram 6. İndi surətdə almışdıq. 3 tam %30 bölünsün. Kəsir xətti bölmək deməkdir. Bölünsün 6'ya. Bunu da belə bölürəm. 3 tam %30 bölünsün 6 tama. Tamın içində tam yerləşmir 0 tam. Bir dənə də
33'ü 6'ya bölsek 5 dəfə. 30 yine de 5 dəfə. 0 tam %55 bərabərdir 0 tam %55. Belə. Burada da bunun cevabını yazmadık. 17 tam %68. 17 tam %68 aldık cevabını. Ha. C'ninci. Burada ne indirik? 5 tam 2'də 1'dən çıxırıq. 3 tam 7'də %72'ni 5 tam 2'də 1 çıxılsın bu. 0 tam 10'da 6'nı da bölürəm 4'də 1'ə. Bunu da bölürəm 4'də 1'ə. Bunu mən belə saxlamışam ki, bunu qaralama hissədə böləcəyəm. Ona görə yer buraxmamışam, birbaşa yazacağım. 5 tam 2'də 1 0 tam 10'da 5 deməkdir uşaqlar. 0 tam 10'da 5. 5 tam 10'da 5 çıxılsın 3 tam %72. 10'dan 2 8, 14'ten 7 7, 4'ten 3 1. 1 tam %78 eləyəcək bunun cevabı. Bu bərabərdir 1 tam %78'e. Bu surət idi. Tapdıq. İndi 0 tam 10'da 6'nı 4'də 1'ə bölsək, bu da eləyər %25. 0 tam 10'da 6 bölünsün %25'e. 0 tam %25'e. Böləndə olar 2 dənə artdısa buradan. Burada 2 dənə. 1 2. 60'ın içinde 25 2 dəfə. 50. Qalır 10. 10'un da yanına 1 0 gəlsək 4. Deməli 24 eləyəcək. 6 tamı 0 tam %25'e bölsək 6 tam oldu. 0 tam 10'da 6'nın 0 tam %25 hissəsi nəsə burada mən 6 60'ı 25'e böldükdə 2 tam 10'da 4 eləyəcək uşaqlar. 2 tam 10'da 4. Deməli, surətdə aldıq 1 tam %78. Burada da aldıq 2 tam 10'da 4. 1 tam %78'i bölürəm. 1 tam %78 bölünsün 2 tam 10'da 4'e. Vergülü atıramsa bir rəqəm artır. Burada bunu atıram, vergülü burada qoyuram. 17'nin içinde 24 yerləşmir 0 tam. 178'də 24 olar 7 dəfə. 7 dəfə 4 28 2 yadda 2 vur 7 14 o da 2 16. 8'den 8 0 7'den 6 1 178 belki burada 168 alınırdı. Dəqiq vurmadıq belki bunu. Bir de eləyim bunu 5 tam 10'da 5 çıxılsın. 5 tam 10'da 5 çıxılsın. 3 tam %72. 2. Ondan ben bunu kenarda hesaplayıram. Qoy sizin yanlış da hesaplayın. 10'dan 2 8. 14'ten 7 7. 1 tam %78 düz alındı. O birisinde aldık 2 tam 10'da 4. Bunu da tekrar bir de bölüm. 0 tam 10'da 6'nı bölürəm. 100'e çevirirəm 4'də 1'i. 25'e vururam. Bunu da 25'e vururam. %25. 0 tam %25. 2 rəqəm artır. Olur. 60'ı 25'e böleceğim. 25'e 2 dəfə. 2 dəfə 25 50 10 yüzde de 25 4 dəfə. 2 tam 10'da 4 bəli düzdür. İndi davam eləyək. 0 tam 10'da 7 10 10 da 24'e bölünmür. Belə də olar. 10 qalıq qaldı. Olar 0 tam onu da bölsem 100'ü de daha doğrusu 24'e bölsem 4 dəfə. 4 dəfə.
Təqribən 0,74. Bunun da cavabı belə olacaq. 0,74. Bölmə ilə davam eləsəm elə ədədlər artacaq get-gedə. Belə. Bunun üstünə gəlsək 1,2, 5də 3. 10da 2-ni belə yazmışam. Adi kəsir. Bu da bərabərdir. Bərabərdir 1,10da 2. Üstə gəl 3 bunu da 2-yə vuraq. 10da 6. 4,10 5. 10da 5. Toplayanda. Görək düz oldu mu? 10da 5 eləmir axı. 1 tam, bu da 3 tam. 10da 8. 2'ye vurdu. Ve 10da 8 burada. 4 tam 10da 8 cevap. Sonra ne indirik? 4 tam 10da 8 bunun cevabını aldık. 0 tam 10da 8'i de 5'e. 0 tam 10da 5'e vururum. 4 yaddan. 0'ı vurmasaq da olar. 0 tam 10da 4 de buradan oldu. 4 tam 10da 8'i 4 tam 10da 8'i bölürəm. 0 tam 10da 4'e. 48'i 4'e bölsək 48 böl 4 12 düşər. Bu da eləyəcək 12. Misalımızın cevabı eləyəcək 12. Bu misalları da mən eləmişəm uşaqlar. Elə bax 20'də 1'i 20'də 3 buradan tapmışam. Axırda 20'də 1 tapıb bu əməlləri eləmişəm. Burada neçə əməl var? 1 2 3 4 5 əməl. 1 2 3 4 axırıncıda bölməkdə də 5-ci əməl. Eləməmişəm onu, yazmışam 20'də 1. Düzdür. 1 2 2 4 5'də düzdür. 5 əməl. Birini şifah eləmişik yəqin ki burada. Bu misalımızın axırıncıdır. Deməli, axırıncı deyəndə ki, ardı idi. Burada 14'də də tənliklərdir. Bu tərəfi hesablayıram. 2 tam 2'də 1 5'e vururam. 2 tam 2'də 1 10'da 5 deməkdir. 2 tam 10'da 5 vur 5'e. Eləyər 25 2 yadda 5 vur 2 10 o da 2 12. 12 tam 10'da 5. Onda alarıq m üstə gəl 0 tam %65 bərabərdir 12 tam 10'da 5. Toplananlardan biri məchul-dursa m bərabərdir. Cəmlə bunu çıxırıq. 12 tam 10'da 5 çıxılsın 0 tam %65. Çıxıram burada. 12 tam 10'da 5 çıxılsın 0 tam %65. Bir dənə verirəmsə 5 qaldı 4 14'dən 6 8 14'dən 6 8 düzdür. Burada qaldı 1. Burada 1. 11 tam %85. 11 tam %85 eləyəcək. 1 tam burada yazmayaq, altta yazaq. M bərabərdir 11 tam %85'e. M'in qiymətini belə tapdıq. İkincidə bunu hesablamalıyıq. 0 tam 10'da 6, 3 tam 3'də 1. Qoy bunu da burada hesablayaq. 1 tam 3'də 1, 3 tam deyirəm mən. 1 tam 3'də 1 vurulsun 10'da 6'ya. Bərabərdir. 1 vur 3 3 o da 1 4 3'də 4 vurulsun 10'da 6'ya. 6 ilə 3 ixtisar gedəcək. Belə də vurmaq da olar, belə ixtisar da eləmək olar. 2 10'da 8 eləyər. 4'ü vururam 2'yə, onu da burada yazıram. Məxrəcdə 10'da 8.
onda 8'i də bərabərdir 0,8 yazıram. Ona görə ki, bu onluq kəsirdədir deyə. Deməli, x üstə gəl 0,12 bərabərdir 0,8'ə. Yenə də 0,8'dən bunu çıxacağam. X bərabərdir 0,8 çıxılsın 0,12. Yenə qaralamada çıxım mən 0,8 çıxılsın 0,12. Burada 8'dən 1 verirəm. Bura olur 10. 10'dan 2, 8. 7'dən 1, 6. Sıfırları da çıxsam 0,68. X bərabərdir 0,68 eləyər. 4 tənlikdir uşaqlar. İkisi də burada. Daha ikisini də mən burada hazır formada yazmışam. Digəri də budur. X bərabərdir. Yekun cavab budur. 2,6'da 1. Davam eləyirəm ardına. A bərabərdir 2 olduqda B-nin yerinə hansı natural qiymətlərdə düzgün kəsir ola bilər? B bölünsün A plus 3. A-nı yerinə 2 yazıram. 2 plus 3, 1. Bərabərdir nə olacaq? B-ni 1 götürdüm. Olacaq 5'də 1. B-yə 1 deyə bilərəm. Düzgün kəsir olacaq. Düzgün olmayan soruşmura bizdən. Düzgün kəsiri olar. 2 bərabərdir 5'də 2. 5, bu da 2. 5'də 2. A-nı yerinə 2 yazmışam. Bax, bu A-nı yerinə burada deyir ki 2 yazın. Sonra 2 yazdığında 3 yazsaq. 3 yazsaq bura. Olacaq 5'dən 3. Yenə düzgün kəsirdir. İndi B-ni yerinə 4 yazaq. 5'də 4. Amma bura artıq mən B-ni yerinə 5 yaza bilmərəm. B-ni yerinə 5 yazsam bərabərdir 5'də 5. Bu düzgün kəsir deyil. Bu düzgün kəsir sayılmır. Bax, bu kəsir. Onda A-nın yerinə hansı qiymətlər ala bilər? Onu soruşur bizdən. Hansı natural qiymətlərdə bu kəsir? B-yə hansı qiymətlər verə bilərik? Məxrəcin cəmindən kiçik qiymətlər. Məxrəcin cəmi 5'dir. 5'dən kiçik qiymətlər. B bərabərdir 1, 2, 3, 4. Məxrəcin cəmi isə 5 olduğundan A 2 olanda məxrəc 5 eləyir. 5'dən kiçik qiymətləri versək B-yə düzgün kəsir olar. C-nin hansı natural qiymətlərində C bölünsün 3 kəsiri 0,5'dən böyük qiymətlər ala bilər. Onda 5'i belə yazdım. İxtisar eləyirəm. Olacaq bu nə? 2'də 1. 2'də 1 olacaq. 3'də 1. Onda 5'dən böyük düzgün kəsir. 3'də 1, 2'də 1'dən böyükdür. 3'də 2 böyükdür. Burada soruşmur düzgün kəsir qiymətində kəsiri. Bunu da kəsir götürsək, hansı qiymətlərində? Bax, bu hansı kəsirlər deyir? C-nin hansı qiymətində? 1, 2, 3'də 3'də yenə kəsir kimi götürsək. 3'də 4. 3'də 4 olmur. 1 tam olacaq o. 1 tam olmur. 3'də 3 1 tam deməkdir. 1 tam da 2'də 1'dən böyükdür. 2'də 1'dən böyük olsun. Götürə bilərik onda. C bərabərdir 1, 2, ən azı bunu da götürmək olar 3. Sonra kalkulyatorun 2 və 5 düymələri işləmirsə, bu ədədi 299 vur 6 çıx 5028 böl 4. Misalını necə hesablamaq olar? Bax, 299 vur 6 çıx bu misalı. 299'un yerinə yazaram 300. Çıx 1 mötərizədə. Vur 6. 300'dən 1 çıxsam, bax 299'u verəcək.
Bir də çıxılsın 5028 bölü 4. Bəs 5028-in yerinə nə yazaq? Axı 5 də işləmir. Yazaq 6. 0. Burada 28 4-ə bölünür. 4-ə bölünən bir ədəd gəlməliyik üstə. Yaxud bəli çıxmalıyıq ya da 6000. Üstünə əgər biz 4 gəlsək bunun olacaq 32. Yenə 2 işləmir. 8 gələk. Olar 8 gəlsək bunun üstünə olar. Nə olar? 8 gəlsək 36. 36 olacaq. Nə qədər gəldik? 1000 bura gəldik. Çıxaq 1000-i. 8 də bura gəldik. Bunun üstünə gəldik. Sonra bölək 4-ə. Deməli, hesablaya bilərik artıq. Bizə deməli ki, burada 2, 5 düymələri yoxdur. Bərabərdir. 3000-i 6-ya bölsək, 300-ü 6-ya bölsək 50. 300-ü vur, biri də burada məncə üstə gəldi. Vurdu, üstə gəldi, çıxdı. 290 çıx, hə, bəli, çıx 6. Bu olacaq 50. 300-ü vururam 6-ya. Vurmaqdır bu. 3000, 3800, 3000 deyirəm. 3'ü vururam 6'ya. 18. 2 dənə də 0. Çıxılsın. 1'i də vururam 6'ya. 6. Sonra indi bu çıxı qoyuram. Çıxılsın. İndi bu mötərizəni hesablayıram. 6036'nı bölürəm 4'ə. Kalkulyatorla bölüm onu. Bir də vaxtımız getməsin. Görək. 6036 bölünsün 4'e. 6036 bölünsün 4'e. Bərabərdir 1509. Deməli ki 6036'nı 4'e böldüm. Aldım. Bu hissəni gerek burada yazın uşaqlar sizə. 1000 bunun əvəzinə və bunun əvəzinə yazıram burada. 1800 çıx 6. 1800 300'ü 6'ya vurmuşam. 1800 çıx. 1'i də vururam 6'ya. 6. Sonra çıxıram. Bunu indi bu mötərizəni hesablayıram. Çıx. Bu da oldu. Deməli, nəyi böldük? Burada 6036 böl 4'ə. 6036 böl 4'ə. 1509. Bunu bölürəm 4'ə. 1509. Çıxılsın. 1008'i 4'ə bölürəm indi. 8'i bölürəm 4'ə. 252. 252. Da bərabər. Burası silirəm. Buranı köçürdüm bura. İndi 1800'dən 6 çıxsaq olar 1794. Bunu cavab eləyəcək 1794. Çıxılsın. Bunu da çıxaq 1509'dan. 1509'dan çıxaq 252'ni. 252'ni. Bərabərdir 1257. 1257. Da bərabərdir 1700. İndi bir daha 1794. Görürsünüz düymələr işləyəndə də rahat imiş. İşləməyəndə bu qədər çətinliyə rast gəlirsiniz. 1257 bərabərdir. İndi bax biz burada çıxırıq 1257'ni
Axı 5 düyməsi bizdə işləmir. Necə çıxacaq? Nəsə elədim. Bu da eləyəcək. 537. Yəqin ki, düz eləməmişik. 537. Getdi bu da. Maşının qiyməti 3200 manatdır. Bu qiymət 15% artırıldı. Artırılanda belə olur. 32.000 maşının qiymətidir. 115 oldu faizlə. Böldük 100-ə. Qiymət oldu 36.800. 32.000-dən 36.800 oldu. Ondan sonra bir qədər bu qiymətə satılandan sonra yenə də həmin maşınların qiyməti 15% düşdü. Yəni 100-dən 15 çıxsaq 85. Bölək 100-ə. Bu da bərabərdir. Bu 2 sıfırla bu sıfır gedər. Bu da 1-dir. 368-i 85'e vururum. 368 vururum 85'e. Beraberdi. Ne kadar olacak? 31.280. 31.280 manat olacak. Deməli 32.000 idi. 15% artırdıq. Bu qədər oldu. Tezdən 15% aşağı saldıq. Əvvəlki qiymətdən də aşağı oldu qiymət. Daha bir mövzu. Bax, bu kvadratlar ki var, buna qurama deyilir. Qurama bir neçə kvadratlardan təşkil olunub. Bunun bir tərəfi 12,5'də 2 santimetrdir. 12,5'də 2. Deyir, sahəsini tapın. 12,5'də 2'dən neçə dənə var burada? 1, 2, 3. 12,5'də 2'ni vururuq 3'ə. 12,5'də 2 vurulsun 3'ə. 3 dənədir. Bərabərdir. Burada düzgün olmayan kəsrə çeviririk. 12'ni vururam 5'ə. 60. Bu da 2. 5'də 62 vurulsun 3. 3 surətə vurulur. 62 vur 3 böl 5'ə. 186. 186 böl 5. Düz oldu mu görək? 12'ni 5'e 60, 62. 5'də 62 vur 3'ə. 62'ni 3'ə vurduq. 62 vurulsun 3. 186 bölünsün 5'ə. Bölünsün 5'ə. Olacaq 37,2. 37,2. İndi bu tərəfdə isə 5 dənədir. 12,5'də 2'ni 5'ə vururuq. 12,5'də 2'ni vururuq 5'ə. 5 dənə burada. Bax, burada aşağıda görürüz 5 dənə var. Uzunluğu tapmaq üçün. Tapdıq ki, bunun hündürlüyü 37,2'dir. Bax, bura 37,2'dir. İndi bunu 5'ə vuraq. Görək, bu uzunluq nə qədərdir? Biri 12,5'də 2'dir. Bəs 5'i bir yerdə nə qədərdir? Bərabərdir. 5'də 62 vurulsun 5'ə. 5 ilə bu 5 ixtisar gedər, qalar 62 santimetr. İndi bütövlükdə bunun sahəsini tapmaq üçün uzunluğu 62, hündürlüyü də 37,2. Bax, bura 37,2, bu da 62 yuxarısıdır. Vururuq bir-birinə. 62 vurulsun 37,2'yə. 62 vurulsun 37,2'yə. Bərabərdir. 62 vurulsun 37,2'yə. Bu da eləyir 2306,4. 2306,4 santimetr kvadrat. Sahəni tapanda üstə mütləq kvadrat yazılır. İndi 186 santimetrdir eni. Uzunluğu 186, eni 62. Bax, belə bir, bu dəfə belə bir kvadratlar verilib, uzunluq verilib, en verilib.
Eni 62'dir. Burada deyir neçə dənə kvadrat yerləşər? 62-ni bölək 12 tam 5'də 2'yə. 62 bölünsün 5'də 2. 5'də 2'ni biz çevirək onluq kəsrə. 5'də 2 bərabərdir. 12 tam qalır öz yerində. 12 tam, bunu 2'yə vururam 10, bu da olur 4. 12 tam onda 4. 62 bölünsün 12 tam onda 4. Bölünsün 12 tam onda 4. 620'ni 24'e böləcəm. 620'ni bölürəm 24'e. Bərabərdir. 25. Düz olmadı bu. 2 tam onda 4'e niye böldüm? 62 tam onda 4'e böləndə 62 santimetri bölürəm 12 tam onda 4'e. 12 tama. 24'e yok, 124'e. 620 bölünsün 124'e. Ben bir 24'e bölmüşüm. Beraberdir 5. 5 düşəcək. Deməli bu hündürlükdə 5 dənə kvadrat yerləşəcək. Bəs uzunluğu nə qədər idi? 186'sın. 186'nı da bölürük 120, 12 tam onda 4'e. 1860'ı 124'e. 1860'ı bölürəm 124'e. Bərabərdir 15. 15 tane de bura uşaqlar. Bax bu uzunluq 5 tane yuxarıya, 15 tane de bu uzunluğa. Yuxarıya deyəndə en uzunluğa. Cəmi neçə kvadrat gedər? 5'i belə 5 tane, 15 tane de belə. İçərisində neçə kvadrat var? 5'i vururuq 15'e. 15 vurulsun 5'e. 25 2 yadda. Cəmi 75 kvadrat lazımdır. Cəmi 75 kvadrat lazımdır. Sonra bunu eləmişəm uşaqlar. İstirahət üçün 240 manat ayırdılar. Bu 30%'dir. Aylıq maaşın 30%'i. Aylıq maaşını tapdım ki 800 manatdır. 800 manatın 30%'i 240 manatdır. Sonra bəs bir ayda nə qədər alırmış? 800 manat. 800 manat bir həftədə nə qədər alar? Bir ay 800 alırsam, bir ayda da 4 həftə var. Bölmüşəm 4'e, bir həftədə alır 200 manat. Bəs bir iş saatı nə qədərdir? 40. Bir həftədə də 40 saat işləyir. 40 saat. Bir saata da 5 manat pul düşür. Deməli 200 bir günün pulu, bir həftənin puludur. 40 saata bölmüşəm. Bu da 5 manat düşür. Bu da heyvanlara aiddir. Yox. Hə, düzdür. Heyvanlara aiddir ki, azalır meşədə, çoxalır. Azalıb qarillaların sayı 50%. 50% yarı deməkdir. 17 mindən yarı faiz. Yəni buna 50 yazmışam ki 50% azalıb olub 17 minin de yarısı 8500'dür. Sonra son 100 ildə pələnglərin sayı 100 minə yaxın olub. Sonra isə qalıb 3,2 qalıb. Nə qədər azalıb? Bax bu yox, bax bu səhvdir. 3200 qalıb. 100 mindən 3200 pələng qalıb. Bax bu düsturuna hesabladım. Surətdə 3,2-dir. Gərgədanların sayı isə artıb əvvəlkindən 2410 dənə olub sayı. 90% artıb 2000-dən 4579 minə çıxıb. 2410-dan daha doğrusu. Burada nə deyilir bizə? Bu deyəsən axırıncı məsələdirmi? Bəli.
Lalə qeyd etdi ki, 3 ayda oktyabr, noyabr, dekabr aylarında yağışlı günlərin sayı oktyabrda olub 10 gün. Noyabrda bundan 1,5 dəfə çox. Yenə 10'u vururam 1,5-ə. 5'te 3'ü onluq kəsir formasında yazsam 2'yə vuraram 10'da 6. 1,6 eləyər. 10'u vururam 1,6'ya. Yaxud da 1,6 vur 10'a. Bərabərdir. 10'a vurma qaydasına görə sıfırın sayı qədər vergül sağa gəlir. Olur 16. Noyabrda 16 gün. Oktyabrda 10 gün. Dekabrda isə 2 ayda ümumi sayının 50%'ə qədər. 10. Oktyabrda üstə gələk. 16 noyabrda bu dekabr ayını tapırıq. Bunun 50%'i qədər, yəni yarısı qədər olub. Bərabərdir. 26'nı da 2'yə bölsək 13 eləyər. Dekabrda 13 gün olub. 3 ayda nə qədər yağışlı gün olub? Oktyabrda 10 gün, noyabrda 16 gün, dekabrda 13 gün. Toplasaq cəmi olar 3 ayda birlikdə. 29, bu da 10, 39 gün, 3 ayda yağışlı gün olub. Yağışlı hava olub. Bu da axırıncı məsələ idi. Biz bir də sizinlə tətildən sonraki tapşırıqlarda görüşəcəyik gözəl balalar. Sağ olun. Bəyənin, paylaşın.